Əvvəlcə Ulu Öndər Heydər Əliyevin Naxçıvan şəhərində Əzəmətli Ucalan abidəsi ziyarət edilib, abidə önünə gül dəstələri qoyulub, dahi şəxsiyyətin əziz xatirəsi ehtiramla yad olunub. Sonra Heydər Əliyev muzeyi ziyarət edilib, Ulu Öndərin Naxçıvan dövründəki fəaliyyəti və dövlətçilik xidmətlərini əks etdirən eksponatlarla tanışlıq olub. Ardınca Naxçıvan Dövlət Universitetinin İncəsənət Fakültəsində Milli Qurtuluş gününə həsr olunmuş sərgiyə baxış keçirilib. Konfransa başlamazdan əvvəl ümummilli lider Heydər Əliyevin və vətən uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, dövlət himnimiz səsləndirilib. 15 iyun Milli Qurtuluş gününə həsr olunmuş video çarx izlənilib. Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev bildirib ki, müasir Azərbaycanın inkişafının əsasında Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi siyasi kurs dayanır və bu strateji xətt bugün uğurla davam etdirilir. Rektor qeyd edib ki, 1993-cü ilə qədər ölkədə baş verən mürəkkəb ictimai siyasi proseslər fonunda Heydər Əliyevin Naxçıvan dövründə həyata keçirdiyi uzaqgörən siyasət bölgənin Azərbaycanın tərkibindən ayrılması təhlükəsinin qarşısını alıb, mühüm siyasi və iqtisadi qərarların qəbuluna zəmin yaradıb. Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov və Yeni Azərbaycan Partiyası Naxçıvan şəhər təşkilatının sədri Elman Cəfərli çıxışlarında 15 iyun Milli Qurtuluş gününün Azərbaycan dövlətçiliyinin tarixində mühüm dönüş nöqtəsi olmaqla ölkədə sabitlik və inkişafın əsasını qoyduğunu qeyd ediblər. Çıxışlardan sonra Yeni Azərbaycan Partiyası sıralarına yeni qəbul olunmuş tələbələrə üzvlük vəsiqələri təqdim edilib və Yeni Azərbaycan Partiyasının himni səsləndirilib. Konfrans bədii hissi ilə davam edib. Gülay Tahirli, xanım Rüstəmzadə, Akşin Məhərramov, NTV Xəbər.